Hər vaxtınız xeyir. Sözün fonetik xüsusiyyətləri 71-ci sualdan davam edirik. 71-də deyir, hansı dərəcədəki sözlər hərf və səs tərkibinə görə fərqlənir? Yəni, tələffüzü fərqlənən sözləri soruşur. Aypara sözünün tələffüzü fərqlənmir, A bəndini çıxdıq. B bəndində təravət sözünün yazılışı və tələffüzü fərqlənmir, B bəndini çıxdıq. D-də akvarel sözünün yazılışı və tələffüzü fərqlənmir, D-ni çıxdıq. E bəndində isə hər iki sözün yazılışı və tələffüzü fərqlənmir. Deməli, cavab C bəndi olacaq. Qoy sözlərin düzgün tələffüzünü yazaq. Uzaq sözü uzaq kimi, mövcud sözü də mövcud kimi olacaq. Ona görə də düzgün cavab oldu C bəndi. 72. Sözlərdən birində səslərin sayı hərflərin sayından azdır. Yəni, səs düşümü hadisəsi baş verməlidir. Addım və minnət sözlərinin yazılışı və tələffüzü fərqlənmir. Amma suverenlik sözü ilə müstəqillik sözünün yazılışı və tələffüzü fərqlənsə də səs düşümü baş vermir. Sərbəstlik sözü isə sərbəstlik kimi tələffüz olunur. Deməli, burada səs düşümü baş verir. T samiti düşür. Ona görə cavab olacaq E bəndi. 73. Hansı sözdə səs və hərflərin sayı bərabərdir? Bəxtsiz sözündə T düşür, bəxtsiz olur. Biabır sözü biabır kimi tələffüz olunur. Qoşa sahitlərin arasına Y artırılır. Bədii sözündə İ'lərdən biri düşür, biri uzun tələffüz olunur. Bəşəriyyət sözündə də Y-nın biri düşür. Bəşəriyyət olur. Amma bəraət sözü olduğu kimi qalır. Yəni, yazılışı və tələffüzü fərqlənmir. Cavab C. 74. Səslərin sayı hərflərin sayından az olan sözü müəyyən edin. Tələffüzlərini qeyd eləyək. Zəif sözü zəif kimi, güclü sözü güclü kimi tələffüz olunacaq. Poema kimi tələffüz olunacaq. Neftçi sözündə səs düşümü baş verəcək, T düşəcək. Şüar sözü də olduğu kimi qalacaq. Bizə deyir, şüar sözünün yazılışı və tələffüzü fərqlənmir. Bizdən də soruşur ki, səslərin sayı hərflərin sayından az olsun. Yəni, səs düşümü baş versin. O da neftçi sözüdür. Cavab olacaq E bəndi. 75. 75-də deyir, qiraət, heca, qənaət sözləri üçün hansı fikir ortaqdır? Əslində, bu tip sözlərdə diqqətli olmaq lazımdır. Çünki qiraət və qənaət sözlərində uzanan sait olsa da, bu yazılış və tələffüz fərqi hesab olunmur. Həm saitlə, həm də samitlə bitən heca var. Ortaq cəhəti soruşur. Heca sözündə samitlə bitən heca yoxdur deyə A bəndi səhv cavabdır. Uzanan sait var. Əslində, bəzən uşaqlar elə bilir ki, heca sözündə uzanan sait var, amma heca sözündə uzanan sait yoxdur. Qiraət və qənaət sözlərində var, hecada yoxdur. Ona görə B bəndi də səhv cavabdır. Deyilişi və yazılışı fərqlənmir. Doğru cavab deyilişi və yazılışı fərqlənmir olacaq. Bu hər üçün aiddir. 2 hecalıdır fikri təkcə hecaya aiddir. Bu biri sözlərə aid deyil. Deməli, D-də səhvdir. Ahəng qanuna tabidir də heç bir söz ahəng qanuna tabi deyil. Deməli, 75-də cavab oldu C bəndi. 76-ya baxaq. 76-da deyir, tələbkarlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Əvvəlcə sözün tələffüzünü qeyd edirik. Deyir, uyğun fikirlər. Yazılışı və deyilişi arasında 2 fərqli məqam var. Deməli, burada 2 fərqli məqam var. Bu düzdür. Biri düz olacaq. Çar və cincirtili samitlərin sayı bərabərdir. 1 çar, 2, 3 çar samit var. 1, 2, 3, 4 isə cincirtili samit var. Deməli, bu düz fikir deyil. Qarşılığı olmayan 3 samit işlənib. Qarşılığı olmayan 1, 2, 3. Bu düzdür. Deməli, 3 samit işlənib həqiqətən də. L-nın bir də 2 dənə R samiti var deyə. Bu düz fikirdir. Yanlışdır. Çar zincirtili samit cütlüyü işlənmişdir. Baxırıq sözə, çar zincirtili samit cütlüyü işlənməyib. Deməli, bu səhvdir. Ona görə 1, 3, 4. 1, 3, 4 cavabı oldu cavab C bəndi. 77.
Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Baxırıq sözlərin tələffüzünü əvvəlcə qeyd eləyək. Fəaliyyət. Vəsait sözündə vəsait olacaq. Təəssüf sözündə ənin biri düşüb, biri uzun tələffüz olunacaq. Müalicə sözünün yazışı və tələffüzü fərqlənmir. Təbiətdə də qoşa saitlər arasına bir y əlavə olunacaq. İndi cavablara baxaq. Cavabda deyir, səslərin və hərflərin sayı bərabərdir. Səslərin və hərflərin sayı müstəqillik sözündə bərabərdir. Çünki fəaliyyətdə səs düşümü baş verib, vəsaitdə səs artımı. Deməli, 1-3 səhv cavabdır. 1-3 olan cavabları çıxırıq. A bəndi getdi, E bəndi, bir də C bəndi getdi. Yerdə qaldı B və D bəndi. Doğru cavabın biri olacaq 2. Səslərin sayı hərflərin sayından azdır. Təəssüf sözündə səslərin sayı hərflərin sayından azdır. Cavabın biri oldu 4. Müalicə sözündə yazışı və tələffüzü fərqlənmir. Təbiətdə isə səslərin sayı hərflərin sayından çoxdur. Ona görə cavab olacaq 2-4. O da B bəndi. 78. 78-ə baxaq. Deyir, 2 söz var. Əvvəlcə onların tələffüzünü yazaq. Vəziyyətlidir. Bir də burada i uzun tələffüz olunur, onu da qeyd eləyək. Bir də müavinlər. Müavinlər sözünün kökü fərqlənmir, amma şəkilçisi fərqli tələffüz olunur. Sonra cavablara baxırıq. Doğru fikirləri müəyyən edin. 2 məqamda səs düşümü var. Bu düzdür, bir düzdür. 2-də deyir, saitlərdən heç biri uzanmır. Saitlərdən heç biri uzanmır, bu səhvdir. İ uzanır. Daha sonra, səs düşümü yoxdur. 3-də qeyd eləyib. Səs düşümü, bu səhv fikir olacaq. Çünki əziyyətlidir sözündə səs düşümü var. Müavinlər sözündə səs düşümü yoxdur, amma əziyyətlidir də var. Bu ortaq fikir ola bilməz. Ona görə 3 səhv olacaq. 4-ə baxaq. 4-də deyir, yazıldığı kimi tələffüz olunmayan samit var. Əziyyətlidir sözündə burada d fərqli tələffüz olunur. Müavinlərdə də n. Bu düzdür, hər ikisinə aiddir. Oldu 1-4. Sonra son hecası fərqli tələffüz olunur. Son hecası fərqli tələffüz olunur. Bu fikir hər ikisinə aiddir. Həm əziyyətlidir sözünə, həm müavinlər sözünə. Bu əslində ortaq fikirlər olan yerə yazılmalı idi. Ona görə bu fikir səhvdir. Bunu götürmürük. Orfoepiyası orfoqrafiyasından fərqlidir. Yəni deyilişi yazılışından fərqlidir. Bu da hər ikisinə aid olduğu üçün ortaq cəhət kimi götürülməli idi. Elə doğru cavab olacaq 1-4 cavabı, o da D bəndi. 79. 79. Sual belədir. Deyir, verilmiş sözlər əsasında Eyler-Venn diaqramındakı səhvləri müəyyən edin. Sözlərə baxaq. Tələffüzünü yazaq əvvəlcə. Duzlu sözü duzlu kimi tələffüz olunacaq. Gözlük sözü də gözdük kimi. İndi baxaq fikirlərə. Deyir, eyni samitdən və eyni saitdən istifadə edilib. Hər ikisinə. Deməli, bu hər ikisinə aid olduğu üçün demək, eyni samitdən və eyni saitdən istifadə edilib. U saiti, D samiti. Bu düzdür. Bizdən səhvi soruşur. Ona görə 1 olan cavabları çıxdıq. A və C bəndi getdi. Sonra ikisinə aid ortaq fikir. Samitlərin hamısının qarşılığı yoxdur. Əslində, deməli, D samitinin də qarşılığı var. Z-nın da, elə C-nın da hamısının qarşılığı var. Deməli, 2 səhv olacaq. Səhv cavablardan biri 2-dir. İndi baxaq 3-ə. Tərkibində T samitinin qarşılığı var.
Bu düz cavabdır. Çünki hər ikisində var t samitinin qarşılığı. Ona görə bu düzgün cavabdır. Bundan işimiz yoxdur. Fərqli tələffüz samitlə bağlıdır. Fərqli tələffüz samitlə bağlıdır. Düzdür, hər ikisində samitlə bağlıdır. Gözlük sözündə deməli fərqli tələffüz samitlə bağlıdır. Bu əslində ortaq fikirdir, əslində düz fikirdir. Belə baxanda deyə bilərsiniz ki, müəllim bu düz fikirdir axı. Amma hər ikisində fərqli tələffüz axı samitlə bağlıdır. Deməli bu burada yox, ortaq cəhətlərin içərisində verilməli idi. Ona görə də səhv cavablardan biri də 4 olacaq, D bəndi olacaq. 80. 80-də deyir, ötükəm sözünün fonetik xüsusiyyətləri. Sözün əvvəlcə tələffüzünü qeyd edirik, ötükəm kimi tələffüz olunur. Sonra fikirlərə baxırıq. Saitlərin hər ikisi açıqdır. Bu düzdür. Yazılışı deyilişi fərqlidir, düzdür. İncə saitlərin ahəngi gözlənilib, düzdür. Kar qarşılığı olan bir samit var. Baxaq. Kar qarşılığı olan bir samit var. Bu da düzdür. Vurğu sözün ilk hecasındadır. Sözün düzgün yazılışını qeyd eləyək. Ötükəm. Tələffüz eləyək. Ötükəm. Vurğu düşür sona. Səhv cavab vurğu ilə bağlı olacaq. O da E bəndi olacaq. 81. 81-də deyir, dərdli sözünün fonetik xüsusiyyəti. Əvvəlcə sözün tələffüzünü yazırıq. Dərdli sözü dərdli kimi tələffüz olunacaq. Səhv fikri soruşur. R, L samitlərinin kar qarşılığı yoxdur. Səhv fikir elə A bəndindədir. Çünki dərdli sözünün tələffüzündə L samiti yoxdur. Ona görə də A bəndi olacaq. Doğru cavab. 82. Zambaq sözünün fonetik xüsusiyyəti. Zambaq sözü zambaq kimi tələffüz olunur. Sonra cavablara baxaq. 6 səs 6 hərfdən ibarətdir. Bu düzdür. A qalın açıq dodaqlanmayan saitdir. Düzdür. Sözdəki N, Z, N, B və Q samitləri. Sözdə tələffüzə fikir verəndə nə N var, nə də Q var. Deməli, bu səhv fikir olacaq. C bəndi. 83. Tənbəl. Tənbəl sözünün tələffüzü belə olacaq. Tənbəl. 6 səs 6 hərfdən ibarətdir. Düzdür. Əyincə açıq dodaqlanmayan saitdir. Düzdür. Sözdəki T, kar, N, B, L. Sözdə N samiti yoxdur. Tələffüzdə M var. Ona görə elə səhv fikir bu olacaq. 84. İtki sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Tələffüzü qeyd edirik. İtki kimi tələffüz olunur. Deməli, vurğu ikinci hecaya düşür. Düzdür, itki nə? Deməli, T kar samitdə cincirtili qarşılığı D samitidir. Düzdür. İ incə qapalı dodaqlanmayan saitdir. Düzdür. 2 hecalıdır. Hecaları da düz göstərilib. Ç. Sözün tələffüzündə Ç olmadığı üçün elə səhv cavab özü də olacaq bu cavab. 85. 85-də deyir, küskün sözünün fonetik xüsusiyyətləri. Əvvəlcə sözünün düzgün deyilişini yazırıq. Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirlər biri səhvdir. Deyilişi yazılışı fərqlənir. Bu düzdür. 3 kar bir cincirtili samit var. Baxaq. Ç kardır, S da kardır. C və N isə cincirtilidir. 3 kar bir cincirtili samit var fikri səhvdir. Çünki sözdə 2 kar, 2 cincirtili samit var. Ona görə də elə səhv cavab olacaq B bəndi. 87, 86. 86-da deyir, dastan sözünün fonetik xüsusiyyətləri. Dastan sözünün əvvəlcə tələffüzünü yazırıq. Dastan kimi tələffüz olunur. Baxırıq fikirlərə. A qalın açıq dodaqlanmayan saitdir. Düzdür. Sözdə səs və hərf tərkibi fərqlənmir. Düzdür. Həm 6 hərf 6 səs var. Vurğusu ikinci hecanın üzərinə düşür. Demək, B bəndi səhvdir. Sözün səs və hərf tərkibi fərqlənmir. Yəni tələffüzü fərqlənmir deməkdir. Ona görə elə cavab B bəndi olacaq. Vurğusu ikinci hecanın üzərinə düşür. Düzdür. Dastan. Qalın saitlərin ahəngi var. Düzdür. 3 cincirtili bir kar samit var. S kardır. Bu birlər isə cincirtilidir. Elə cavab olacaq B bəndi. Sözün səs və hərf tərkibi fərqlənmir cavabı. 87. 87-də deyir, yastı sözünün fonetik xüsusiyyətləri.
Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Tələffüzü qeyd elədik. 2 cinciltili bir çar samit işlənib. Düzdür. Y və D cinciltilidir. S isə çardır. 2 hecalıdır. Vurğu birinci hecaya düşür. Yastı. Səhv fikir bu olacaq. Çünki vurğu birinci hecaya düşmür, ikinci hecaya düşür. O biri fikirlərə də baxaq. 2 qalın dodaqlanmayan sait işlənib, düzdür. Yazışı ilə tələffüzü fərqlənir, düzdür. Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir. Bu da düzdür. Elə səhv fikir olacaq B bəndi. Vurğu ilə bağlı səhvdir. Vurğu burada yazıb birinci hecaya düşür, amma vurğu sona düşür. 88. Yanıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı əvvəlcə sözün tələffüzünü yazırıq. Səhv fikri müəyyən edin. 5 səs 5 hərf var, düzdür. A qalın açıq dodaqlanmayan, I qalın qapalı dodaqlanmayan saitdir. Bu da düzdür. Deyir, cincirtili samitlərdən ikisinin çar qarşılığı var. Cincirtili samitlərdən biri Y-dır, biri N-dır. X onsuz da çardır. Bunun çar qarşılığı var, X üstü iştirik. N-nın isə cincirtili çar qarşılığı yoxdur. Ona görə səhv cavab elə olacaq burada C bəndi. Birinin var, birinin yoxdur. 89. Tənbəllik. Tələffüzü qeyd edirik. Tənbəllik kimi tələffüz olunacaq. Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri soruşur. 3 hecadan ibarətdir. Tənbəllik. Vurğu sonuncu hecaya düşür, düzdür. N, B, L. Sözün tələffüzündə N samiti olmadığına görə elə səhv cavab da olacaq B bəndi. 90-cı sual. 90-da deyir, avtobus sözünün, avtobus belə tələffüz olunacaq. Avtobus. Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Səs və hərflərin sayı eynidir. Bu düzdür. 7 hərf, 7 səs var. Yazışı ilə tələffüzü arasında fərqi yoxdur. Səhv fikir elə B bəndi olacaq. Çünki fərq var. V samiti F kimi tələffüz olunur. Ona görə də 90-da oldu B. 91-ə baxaq. 91-də nə deyir? Papaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Əvvəlcə tələffüzü qeyd edirik. Q cinciltili samitdir. Çar qarşılığı K samitidir. Əslində papaq sözünün tələffüzündə Q samiti olmadığına görə elə birinci cavab səhv fikirdir. Ona görə də digərlərinə baxmağa ehtiyac yoxdur. Cavab olacaq A bəndi. 92. Xəstə. Xəstə sözü xəstə kimi deyilir. Deməli, baxırıq cavablara. Səhv fikri soruşur. Vurğu ikinci hecaya düşür. Xəstə, düzdür. Ə incə açıq dodaqlanmayan saitdir, düzdür. 5 səs, 5 hərf var, düzdür. Sözün hecaları xəstə, bu da düzdür. Samitlərin üçü də çardır, baxaq görək. X çardır, S da çardır, D isə cinciltilidir. Deməli, səhv cavab olacaq E bəndi. 93. Sürtükçü sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Əvvəlcə tələffüzü yazırıq. Sürtükçü belə tələffüz olunacaq. Sözün yazışı ilə tələffüzü fərqlənir. Bu düzdür. Sözdə 3 çar, 1 cinciltili samit var. Baxaq. S çardır, T da çardır. R cinciltilidir, C cinciltilidir. 2 çar, 2 cinciltili. Səhv fikir olacaq B bəndi. 94. Bəxtiyar sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Bəxtiyar sözü bəxtiyar kimi tələffüz olunacaq. İndi baxaq cavablara. Səhv fikir. Vurğu sonuncu hecaya düşür. Bəxtiyar necə? Bəxtiyar sözü sona düşür həqiqətən də vurğu. Sözdə 8 səs, 8 hərf işlənmişdir. Bu da düzdür. Ahəng qanunu pozulmuşdur. Düzdür. Ə incədir, A qalındır. Sözdə 2 çar, 3 cinciltili samit var. Baxaq. B cinciltilidir, D cinciltilidir, Y da cinciltilidir, R da. Deməli 4 cinciltili samit var, bir dənə isə çar. Burada isə yazıb 2 çar, 3 cinciltili samit var. Ona görə səhv cavab olacaq D bəndi. 95. 95-də deyir, şəkil sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin.
Şəkil sözünün yazışı və tələffüzü fərqlənmir. Ona görə onu qeyd eləməyə ehtiyac yoxdur. İncə dodaqlanmayan saitlərdir. Bu düzdür. İki hecalı sözdür, vurğu ikinci hecaya düşür. Şəkil, həqiqətən də bu da düzdür. Tərkibindəki açıq sait uzun tələffüz olunur. Deməli, bu səhv cavab olacaq. Şəkil sözündə uzanan sait yoxdur. Ona görə də 95 oldu C. 96. 96-da deyir, məişət sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Əvvəlcə sözün tələffüzünü yazırıq. Məişət sözündə qoşa saitlər arasına y samiti əlavə olunur. Doğru fikirləri müəyyən edin. Bir səhvdə 6 səs 6 hərfdən ibarət deyil. 6 hərf 7 səsdən ibarətdir. Ona görə biri çıxdıq. Bir olan cavablar da çıxıldı. B, E, C bəndləri getdi. 3 hecalı sözdür, vurğu sonuncu hecaya düşür. Düzgün cavablardan biri olacaq 2. Sözdə 2 incə dodaqlanmayan açıq, 1 isə incə dodaqlanmayan qapalı sait işlənib. Bu düz olacaq. 2, 3. Bir də sözdə 3 samit səs var. M cinciltili, şıtı, çar samitlərdir. Bu da səhv cavabdır. Nəyə görə? Çünki sözdə 3 samit yoxdur, 4 samit var. Deməli 4 olan cavabı da çıxdıq. Elə yerdə qalacaq cavab 2, 3, 5. O da olacaq D bəndi. 97. Dəftər sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Tələffüzü qeyd edirik. Dəftər kimi tələffüz olunur. Səhv fikirləri müəyyən edin. Səhv fikir deyir sözdə D, Ə, F, neysə bunu da uzun-uzadı oxumuram. Səslərin də içərisində T səsini verib, amma tələffüzdə T səsi olmadığına görə 1 olacaq səhv cavab. Bizdən də səhv cavabı istəyir. 2 çar, 2 cinciltili samit işlənib. Baxaq. D deməli cinciltilidir, bu da cinciltilidir, bu da 3 cinciltili, 1 çar samit var. Ona görə də 2 də səhv olacaq. 1, 2. 2 hecalıdır, düzdür. Vurğusu ikinci hecaya düşür, düzdür. Tələffüzü və yazılışı fərqlənmir. Bu da səhv cavab olacaq. Çünki tələffüzü və yazılışı fərqlənir. 1, 2, 5. 1, 2, 5 də olacaq E bəndi. 98. 98-də deyir, cərgələrin birində sözlərdə eyni səs müxtəlif hərflərlə ifadə olunmuşdur. Eyni səslənsin, amma müxtəlif hərf olsun. Elə cavab burada B bəndi olacaq. Rəqs sözü belə tələffüz olunacaq. Kadr sözü də belə tələffüz olunacaq. Deməli, uşaqlar, rəqs sözündəki K səsin Q hərfi bildirir. Kadr sözündəki K səsini isə Ç hərfi bildirir. Deməli, burada həqiqətən də eyni səsdir. İkisi də K səsidir də. Eyni səsdir, amma müxtəlif hərflərlə ifadə olunub. Burada B bəndi olacaq. 99. Hansı sözdə sadalanan xüsusiyyətlərdən yalnız biri var? Yalnız biri olsun. Səs düşümü olsun. Ahəng qanununun pozulması. Deməli, səs düşümü olsun, bir də ahəng qanununun pozulması olsun. Ədəbiyyatda səs düşümü də var, ahəng qanununda pozulub, C bəndin çıxdıq. Məşğuliyyət sözündə də ahəng qanunu pozulub, həm də səs düşümü var, E bəndində çıxdıq. Deməli, mötəbər sözündə nə səs düşümü var, nə də ahəng qanunu pozulub, B bəndində çıxdıq, biri olmalıdır. Mədəniyyət sözündə deməli, ahəng qanunu pozulmayıb, amma səs düşümü var, biri var. Bizdən də soruşur, biri olsun. Elə 99-da cavab olacaq D bəndi. 100. Bizdən soruşur, demək, son samiti tələffüz zamanı karlaşır. Səs uzanması baş verir, yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. Və bura uyğun gələn, sual işarəsinə uyğun gələn sözü tapmalıyıq. Sözlərin bir-bir tələffüzünü yazırıq. Görək hansı söz uyğun gələcək. Faydalanmaq,
vacib, itaət. Deməli, itaətkarlıq kimi tələffüz olunacaq. Sadəlik də sadəlik. Soruşur, son samiti tələffüz zamanı karlaşır. Əslində bu bir çoxuna aiddir. Sonra səs uzanması baş verir. Hamarlamaq sözündə səs uzanması yoxdur. Yazışı və deyiliş arasında iki fərqli məqam var. İtaətkarlıq. Əslində bütün cavablar itaətkarlıq sözünü göstərir. Ona görə elə yüzdə də E bəndi olacaq. Çünki həm son samiti tələffüz zamanı karlaşır, həm səs uzanması var, həm də yazışı ilə deyiliş arasında iki fərqli məqam var. Burada, bir də burada. 101. Deməli, verilmiş sözlərə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxaq. Sözlərin düzgün tələffüzünü yazaq əvvəlcə. Dialoq. Bir tərəfdə uzanan sait var. Mətbuat isə olduğu kimi qalır. İndi baxaq, görək hansı fikir. Hər üç sözə aid fikirdir. Baxaq. Deyir, tərkibində qarşılığı olmayan zingiltili samit var. Baxaq, burada L var, burada R var, burada da M var. Bu düzdür, hər üçünə aiddir. Biri götürdük, düz cavab. Ahəng qanununa tabidir. Ahəng qanununa bitərəf sözü tabidir, amma o biri sözlər tabi deyil. Deməli, 2 səhvdir. 2 olan cavabları da avtomatik çıxırıq buradan. B, E, D bəndləri getdi. Yerdə qaldı A, bir də C bəndi. İndi baxaq o birinə. Sözlərdən yalnız birinə aid fikirdir. Baxaq, tərkibindəki saitlərdən biri uzanır. Səslərin sayı hərflərin sayından çoxdur. Deməli, burada tərkibindəki saitlərdən biri uzanır. Bitərəf sözünə aiddir. Səslərin sayı hərflərin sayından çoxdur. Dialoq sözünə aiddir. Deməli, burada həm 3 düz cavabdır, həm 4 düz cavabdır. Baxaq digərinə, sözlərdən heç birinə aid olmayan fikirdir. Deməli, tərkibindəki samitlərdən biri yazıldığından fərqli tələffüz olunur. Sözlərdən heç birinə aid olmayan fikir kimi götürməkdən. Deməli, burada bu fikir səhvdir. Çünki burada dialoq sözündə var. Heç birinə aid olmayan deyir axı. Dialoq sözünə aiddir. Ona görə burada 5 səhv olacaq. Səslərin sayı hərflərin sayından azdır. Dialoq sözündə səslərin sayı çoxdur, digərlərində də səs artımı baş verməyib. Ona görə elə 6 da düzgün fikirlərdən biri olacaq. 1, 3, 4, 6 cavabı da olacaq A bəndi. 102. 102-də deyir, verilmiş sözlərə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Əvvəla tələffüzün yazaq. Aktuallıq. Bir də maarifpərvər. Maarifpərvər sözündə deməli qoşa saitlərdən biri düşəcək, biri uzun tələffüz olunacaq. İndi baxaq fikirlərə. Birinci sözlə bağlı doğru fikirdir. Sözdə 3 kar samit var. Baxaq. Demək 1, 2, 3. Düzdür. 1 düzdür. Qalın saitlərin ahəngi gözlənilmişdir. 2 də düzdür. 3-ə baxaq. Səslərin və hərflərin sayı fərqlidir. Bu səhvdir. Deməli 3 olmayacaq. İndi ikinci sözlə bağlı yanlış fikirləri soruşur. Uzun tələffüz olunan sait var. Bu doğru fikirdir. Deməli 4 ola bilməz. Zinciltili və kar samitlərin sayı bərabərdir. Baxaq. M zinciltili, R zinciltili. Burada da var, burada da var, burada da. 1, 2, 3, 4, 5 dənə zinciltili samit var. 2 isə kar samit var. Burada isə yazıb bərabərdir. Deməli bu səhv fikirdir.
4 hecalıdır, ahəng qanununa tabe deyil. Maarifpərvər sözündə 1, 2, 3, 4, 5 sait var. Ona görə də 4 hecalı ola bilməz. Deməli, 5 hecalıdır. Sualın bir hissəsi görünmür. Qoy bunu bir edeyim, görsənsin. Maarifpərvər sözündə deməli 5 sait var. Ona görə də bu 4 hecalı yox, 5 hecalı sözdür. Səhv fikirlərdən də biri oldu 6. 1, 2, 5, 6 cavabı da oldu D bəndi. 103-ə baxırıq. 103-də deyir, verilmiş sözlərlə bağlı yanlış fikirləri müəyyən edin. Əvvəla tələffüzün qeyd edin. Həftələrlə bağlanmaq sözündə bağlanmaq kimi tələffüz olunacaq. İndi baxaq, hər iki sözün yanlış fikri soruşur. Hər iki sözün yazılışı və deyilişi fərqlənir, düz fikirdir. Deməli, bir düz olduğuna görə bir olan cavablarda çıxdıq. D, E, C bəndləri getdi, qaldı yerdə A ya da B. Birinci söz çar samitlə başlayıb, saitlə bitir. Baxaq, birinci söz çar samitlə başlayır, düzdür. Amma saitlə bitmir, samitlə bitir. Deməli, səhv cavablardan biri oldu 2. Hər iki sözdə səslərin və hərflərin sayı bərabərdir. Xeyr, bu da səhv cavabdır. Nəyə görə? Çünki həftələrlə sözündə səs artımı baş verib. Ona görə səhv cavablardan da biri oldu 3. İkinci sözün yazılışı ilə deyilişi arasında 2 fərqli məqam var. Baxaq, biri buradadır fərqli məqam, biri də buradadır. Deməli, bu düzdür. 4 düz olacaq. Hər iki sözdə saitlər qapalı və dodaqlanmayandır. Hər iki sözdə saitlər qapalı və dodaqlanmayan. Nə həftələrlə sözündə, nə də bağlanmaq sözündə qapalı sait yoxdur. Deməli, səhv cavablardan biri oldu 5. 6-ya baxaq. İkinci sözdə 2 eyni samit yanaşı işlənmişdir. İkinci sözdə, bəli, qoşan mı var burada. Deməli, bu düz cavabdır. 2, 3, 5 cavabı da oldu A bəndi. 104. 104-də deyir, rəng-bərəng sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün olmayan fikirləri müəyyən edin. Əvvəla tələffüzün yazırıq. Rəng-bərəng. Sonra cavablara baxırıq. Hərflər və səslər sayca bərabərdir. Düzdür. Yazışı ilə deyilişi arasında fərq yoxdur. Fərq var. Deməli, bu səhvdir. 2 səhv cavablardan biri oldu 2. Bütün saitlər incə və açıqdır. İncə və açıqdır. Bu düzdür, düzdür. İncədir, həm də açıqdır. Deməli, 3 də düzdür. Zinciltili samitlə başlanıb, zinciltili samitlə də bitir. Baxaq, zinciltili samitlə başlayır, düzdür. Amma zinciltili samitlə bitmir, çar samitlə bitir. Ona görə səhv cavablardan da biri olacaq 4. O da olacaq, deməli, açıq sualdır, variant yoxdur. Variant yoxdur. Demək, burada da 2 dənə fikir var. Onlara da baxaq. 7 zinciltili samit vardır. Baxaq. 1, 2, 3, 4, 5. 7 yox, 5 zinciltili samit var. Deməli, səhv cavablardan düzgün olmayan fikirləri soruşur. Ona görə səhv cavablardan da biri olacaq 5. 3 hecalı sözdür. Rəng, bərəng. Bu da düz olacaq. Deməli, 2, 4, 5 cavabı 104'də olacaq. 2, 4, 5 açıq sualdır. 105. Sənətkarlıq örnəyi birləşməsindəki asılı tərəfin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Sənətkarlıq sözünün sonundakı şəkilçi milli mənşəli şəkilçidir və axırdakı q, x kimi tələffüz olunacaq. Və bu tipli sözlər, yəni q ilə yazılıb, x ilə tələffüz olunan sözlər, əgər belə deyək, cümlə daxilində özündən sonra gələn söz saitlə başlasa, ğ kimi tələffüz olunmalıdır. Burada da sənətkarlıq örnəyi, örnək sözü saitlə başladığına görə söz sonundakı q, ğ kimi tələffüz olunacaq. Sözün düzgün tələffüzünü yazaq. Sənətkarlıq olacaq. İndi baxaq cavablara. Deyilişi ilə yazışı fərqlidir. Səhv cavabı istəyir. Deməli, 1 çıxdıq. 2 r samiti var. 2 r samiti var. Bu da düzdür. C samiti işlənmişdir.
Səhv cavabın biri olacaq 3. Sözdəki x samiti çardır. Sözdə x samiti yoxdur. Ona görə də səhv cavablardan biri olacaq 4. 3, 4. 106. Azadlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Əvvəla tələffüzü yazırıq. Azadlıq kimi tələffüz olunacaq. Hərf və səslərin sayı bərabərdir, bu düzdür. 3 zincirtili bir çar samit var, baxaq. Z zincirtilidir, D zincirtilidir, T, X çardır. Biz burada deyir 3 zincirtili bir çar samit var, amma 2 zincirtili 2 çar samit var. Ona görə səhv cavablardan biri oldu 2. Sözdə çar zincirtili samit cütlüyü yoxdur. Sözdə çar zincirtili samit cütlüyü var. T, D burada cütlüyü var. Ona görə biri də olacaq 3 səhv cavablardan. 3 hecalı sözdür, düzdür. Sözdə T və X çar samitlərdir. Bu da düzdür. Sözdə 2D və X samiti var. Sözdə 2D yoxdur, bir dənə D var. Ona görə biri də olacaq 6. Demək 2, 3, 6 oldu düzgün cavab. 107. 107-də deyir, ümidlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Əvvəla tələffüzü yazırıq, ümidlə. Deyilişi və yazılışı fərqlənmir. Bu səhvdir, fərqlənir. Biri oldu, səhv cavablardan biri oldu, 1. Bütün samitlər zincirtilidir. Xeyr, burada çar samit də var. Biri oldu, 2. Sözdə 3 zincirtili samitin çar qarşılığı yoxdur. 1, 2, 3. Bu düzdür. Sözdəki saitlərin biri dodaqlanan, ikisi dodaqlanmayandır. Bu da düzdür. Bir uzanan sait səs var. Ümidlə sözündə uzanan sait yoxdur. Ona görə də səhv cavablardan biri də olacaq 5. 1, 2, 5. 108. Şərəflə sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Əvvəlcə tələffüzünü qeyd edirik. Şərəflə kimi tələffüz olunacaq. Düzgün fikirləri soruşur. Yazışı və tələffüzü fərqlənir. Düzdür, 1. Hərf və səslərin sayı bərabər deyil. Düzdür, 2. 2 zincirtili 2 çar samit işlənib. Ş çardır, F da çardır. 1, 2, 3. 3 zincirtili 2 çar samit var. Ona görə səhv cavab 3 səhvdir. İşlənən bütün saitlər açıq və incədir. Biri də 4 olacaq. 4 də düzdür. 2 zincirtili samitin qarşılığı yoxdur. 2 yox, 3 zincirtili samitin qarşılığı yoxdur. Bu da səhv olacaq. Deməli, doğru cavab oldu. 1, 2, 4. 109. Dəyişkən sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Dəyişkən olacaq. Yazışı ilə deyilişi arasında fərq yoxdur. Bir səhvdir. Həm açıq, həm də qapalı sait işlənmişdir. Deməli, bu düzdür. Qapalı sait, açıq sait. 2. Sözdəki C samiti, Ç samitinin zincirtili qarşılığıdır. Düzdür. C, Ç'nın zincirtili qarşılığıdır. 3 olacaq, biri də 3 hecalıdır. Tərkibində çar zincirtili samit cütlüyü işlənib. Baxaq görək. 3 hecalı olmağa 3 hecalıdır, amma tərkibində çar zincirtili samit cütlüyü işlənməyib. Deməli, 4 səhvdir. 4 zincirtili bir çar samit var. Baxaq, 1, 2, 3, 4. 4 zincirtili samit var, bir çar samit var. Bu da düzdür. Demək oldu, bir də 5. 2, 3, 5. 110. Sürüşkən sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Əvvəla tələffüzü yazaq. Sürüşkən. Yazışı ilə deyilişi arasında fərq yoxdur. Bu səhvdir. C samiti, Ç samitinin zincirtili qarşılığıdır. Bu düzdür. 2 olacaq biri. 2 samitin çar qarşılığı yoxdur. Baxaq. R-nın çar qarşılığı yoxdur. N-nın da yoxdur. Bu da düzdür. 2, 3.
Üç hecalıdır, tərkibində bir dodaqlanan sait vardır. Üç hecalıdır, düzdür, amma tərkibində bir dodaqlanan sait yoxdur. İki dodaqlanan sait var, bax. Deməli, 4 də səhv olacaq. Saitlərin hamısı incədir. Düzdür, Ü də incədir, Ə də incədir. Ona görə biri də olacaq 5. Oldu 2, 3, 5. 111. 111-də deyir, tələffüz sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri göstərin. Tələffüz sözünün yazılışı və tələffüzü fərqlənmir deyə onu qeyd eləməyə ehtiyac duymuram. Baxaq, yazılışı ilə tələffüzü fərqlənir. Səhvdir. Bütün saitlər açıqdır. Ü qapalıdır. Ya da qeyd eləyim sözü. Qoy üstündə göstərim də necə olduğunu. Yazılışı və tələffüzü fərqlənir. Bu səhvdir. Bütün saitlər açıqdır. Ə açıqdır, Ü qapalıdır. Deməli, səhv cavablardan biri düzgün fikirlər soruşur, səhv soruşmur. Deməli, düzgün fikir oldu 1. Bir dəqiqə. Deməli, yazılışı və tələffüzü fərqlənir. Bu səhvdir. Bütün saitlər açıqdır. Bu da səhvdir. Söz çar samitlə başlayıb, çar samitlə də bitir. Bu da səhvdir. Çar samitlə başlayır, cinciltili samitlə bitir. 2 cinciltili 3 çar samit var. Baxaq. T deməli çardır. F'lar da çardır. L və Z cinciltilidir. Deməli 2 cinciltili 3 çar samit var. Fikri doğrudur. Doğru cavablardan biri oldu 4. İncə saitlərin ahəngi gözlənilib. Düzdür bu da 4-5. 3 hecalı sözdür. Sözün hecaları tələffüz. Bu da düzdür. 4, 5, 6. 112. Tənəffüs. Düzgün fikirləri müəyyən edin. Çar və cinciltili samitlər bərabər saydadır. Tənəffüs sözünün də yazılışı və tələffüzü fərqlənmir. T çardır. Bunlar cinciltilidir, F'lar. N deməli burada S da çardır. Bir dənə N cinciltilidir. Deyir düzgün fikirlər, çar və cinciltili samitlər bərabər saydadır. Bu səhv fikirdir. 4 çar samit var, 1 cinciltili samit var. 2 incə açıq, 1 incə qapalı sait var. Bu düzdür. Ə deməli incə açıqdır, Ü isə incə qapalıdır. Deməli biri olacaq düzgün fikirlərdən 2. Sonra çar samitlə başlayır, cinciltili samitlə bitir. Səhv fikirdir bu. Çünki çar samitlə başlayır, çar samitlə də bitir. Tərkibində 2 dodaqlanmayan sait işlənib. Düzdür, tənəffüs sözündə 2 dənə dodaqlanmayan sait var. Demək oldu biri də 4. Ahəng qanununa tabidir. Biri də oldu 5. 2, 4, 5. 113. Sumaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Tələffüzü qeyd edək. Sumaq, sumaq kimi tələffüz olunacaq. 5 səs 5 hərfdən ibarətdir, düzdür. Yazılışı və deyilişi fərqlənmir, səhvdir. 2. 2 cinciltili 1 çar samit var. 2 cinciltili 1 çar samit. S da cinciltilidir, X da. Əslində burada 2 çar 1 cinciltili olmalıdır. Deməli, səhv cavablardan biri də oldu 3. U qalın, qapalı, dodaqlanan saitdir, düzdür. Q cinciltili samitdir. Sözün tələffüzündə Q olmadığına görə, deməli, səhv cavablardan da biri olacaq 5. Cavab olacaq 2, 3, 5. 114. Quraqlıq illəri. Bayaqki tipli birləşmədir. Bayaq var idi sənətkarlıq örnəyi, hansı ki özündən sonra sait gələndə Q kimi tələffüz olunurdu. Eyni qaydada burada olacaq. Quraqlıq sözü belə tələffüz olunacaq. Quraqlıq. Təkrar olunan səs yoxdur. Səhvi soruşur bizdən. Təkrar olunan səs yoxdur. Bu düzdür. 3 müxtəlif səs eyni hərflə ifadə olunmuşdur. Deməli, 3 müxtəlif səs. Q səsi, X səsi, bir də Q səsi. Bu düzdür. Deməli, bir də düzdür, 2 də düzdür. Sözdə qarşılıq təşkil edən samit cütlüyü var. Baxaq, qarşılıq təşkil edən samit cütlüyü Q, X.
var, deməli 3-də düzdür. Sözdə q samitinin çar qarşılığı işlənmişdir. Q samitinin çar qarşılığı k-dır. Q isə cümlədə, sözdə yoxdur. Deməli bu səhv fikir olacaq. Səhv cavablardan biri olacaq 4. Zincirtili samitlə başlayıb çar samitlə bitir. Zincirtili samitlə başlayıb zincirtili samitlə də bitir. Deməli biri də olacaq 5. 4, 5 cavabı olacaq, düz cavab. 115. Teleteatr sözünün fonetik xüsusiyyətləri. Teleteatr yazışı və tələffüzü fərqlənməyən sözdür. Səhv fikri soruşur. Yazışı və tələffüzü fərqlənmir. Birdir səhv. Səhv fikri soruşur. Deməli yazışı və tələffüzü fərqlənmir. Bu düz fikirdir. Üzr istəyirəm. Bu düz fikirdir. Çar qarşılığı olan zincirtili samit işlənmişdir. Çar qarşılığı olan zincirtili samit. Bu səhvdir. Çar qarşılığı olan zincirtili samit yoxdur. L var, R var. Heç birinin də çar qarşılığı yoxdur. 2 olacaq biri. Bütün sait səslər 115-ci sual görsənmir. Bir dəqiqə. Üzrü sayım. Bəzən belə başımı aşağı salıb izah elədiyimə görə ekrana baxmıram. Ona görə sualı ötürmüşəm. Elə bir 114-dən 115-ə keçib ekranda da sual görsənmirdi. Bir də təkrar baxaq. Teleteatr sözünün yazışı və tələffüzü fərqlənmir. Səhv fikirlər soruşur bizdən. Yazışı və tələffüzü fərqlənmir sözü düz fikirdir. Biri çıxdıq. Çar qarşılığı olan zincirtili samit işlənib. Xeyr, L və R işlənib. Onların da zincirtili çar qarşılığı yoxdur. Deməli, səhv cavablardan biri oldu 2. Bütün sait səslər açıq və dodaqlanmayandır. Baxaq. Düzdür, açıq və dodaqlanmayandır. Deməli, bu fikir götürmürük. Səs artımı müşahidə olunur. Səhv cavablardan biri də bu olacaq. Çünki tələffüzü və yazışı fərqlənmir. Saitlərdən biri 3 dəfə təkrarlanmışdır. Baxaq. T samiti bəli 3 dəfə təkrar olunub. Bu da düzdür. Cavab elə olacaq 2, 4. 116. 116-da deyir, çəpərlənmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri. Əvvəla tələffüzün qeyd edirik. Çəpərlənmək. N və L samitləri zincirtilidir. Sözün tələffüzündə N da yoxdur, L da yoxdur. Bu səhv fikirdir. Bizdən düzgünü soruşur. Çar qarşılığı olmayan samitlər var. Çar qarşılığı olmayan samitlər var, düzdür. Cavab 1 olacaq, 2. Təkrar olunan səslər var. Bəli, R səsi təkrar olunub, bir də M səsi təkrar olunub. 3. 4 hecalıdır, həm açıq, həm də qapalı sait işlənmişdir. 4 hecalıdır, fikri düzdür, amma həm açıq, həm qapalı sait işlənmişdir. Fikri səhvdir, ona görə 4-ü götürmürük. Yazışı ilə deyilişi arasında 2 fərqli məqam var. 2 fərqli məqam var, baxaq. Çəpərlənmək, biri buradadır, biri buradadır, biri də sondadır. 2 fərqli məqam yoxdur, 3 fərqli məqam var. Ona görə 5 də səhv olacaq. Bizdən də düzgün fikirlər soruşur. Elə cavab olacaq 2, 3. 117. Yaxınlaşarkən. Yaxınlaşarkən. Fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. N və L samitləri çar qarşılığı yoxdur. Birinci fikirdə deyir, çar qarşılığı olmayan N və L samitləri var. Sözün tələffüzünə baxırıq, L samiti yoxdur. Ona görə 1 səhv olacaq. 3 samitin qarşılığı yoxdur. 1, 2, 3, 4. 3 yox, 4 samitin qarşılığı yoxdur. Biri də olacaq 2. 3 çar 5 zincirtili samit işlənib. Baxaq. 1, 2, 3, 4, 5. 5 zincirtili var, düzdür. 1, 2, 3. 3 dənə də çar var. Deməli 3 düzdür. Saitlərdən biri qapalı, qalanları açıqdır. Bu da düzdür. I qapalıdır, qalanları açıqdır. Deyilişi və yazışı fərqlənir. Bu da düzdür. Elə cavab olacaq 1, 2. 118.
118-də deyir, naməlum sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün olmayan fikirləri müəyyən edin. Naməlum sözündə iki uzun tələffüz olunan sait var. Düzgün olmayan fikirlər soruşur. Ahəng qanununa tabe deyil. Bu düzdür. Hərf və səslərin sayı bərabərdir. Bu da düzdür. Yazılışı və deyilişi fərqlidir. Səhv budur, biri olacaq 3. Çünki uzun tələffüz olunma, əgər sözdə səs düşümü, səs artımı, səs dəyişməsi baş verməyibsə, yalnız uzun tələffüz olunan sait varsa, o yazılış və tələffüz fərqi götürülmür. Ona görə səhv cavablardan biri oldu 3. Bir sait uzun tələffüz olunur, biri oldu 4. Çünki 2 sait uzun tələffüz olunur. Cincirtili samitlə başlayır, cincirtili samitlə də bitir. Bu düzdür. Cavab olacaq 3, 4. 119. Yararlanmaq və yaraqlanmaq sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Əvvəla tələffüzünü yazaq. Yararlanmaq. Yaraqlanmaq. Saitlər açıq dodaqlanmayan və qalındır. Düzdür. R-l-n-m. Bu səhvdir, çünki heç birinci sözdə l samiti yoxdur. Biri olacaq 2. Sonra tələffüzündə 3 fərqli məqam var. Baxaq. Yararlanmaq. Burada düzdür. Yaraqlanmaq. Bu da düzdür. Deməli, bütün hecaları samitlə başlayır. Yararlanmaq, yaraqlanmaq. Bu da düzdür. Vurğu 3-cü hecaya düşür. Bu səhv fikirdir. Vurğu 4-cü hecaya düşür. Yararlanmaq axıra düşür. Deməli, bu biri olacaq 5. Cincirtili samitlə başlayıb, cincirtili samitlə bitir. Cincirtili samitlə başlayıb, amma çar samitlə bitir. Bu da səhv olacaq. 2, 5, 6 cavabı səhv olacaq. Deməli, indi 120-yə baxırıq. 120-də deyir, diktafon və akordeon sözlərinin fonetik xüsusiyyətləri. Əvvəla tələffüzünü yazaq. Diktafon kimi tələffüz olunacaq. K-la. Akordeon. İndi baxaq fikirlərə. Ortaq fikirləri soruşur bizdən. Çar zincirtili samit cütlüyü işlənib. Deməli, diktafon sözündə yoxdur. Akordeon sözündə də yoxdur. 1 olmayacaq. Tərkibində açıq saitlər var. Açıq saitlər var, düzdür. Deməli, biri olacaq 2. Sonra, bir məqamda q samitinin çar qarşılığı işlənmişdir. Q samitinin çar qarşılığı bir məqamda hər ikisi ilə bağlı olmalıdır da. Deməli, hərəsində bir dəfə k işlənib. Bu düzdür. Biri də olacaq 3, 2, 3. Dodaqlanan sait işlənmişdir. Diktafon sözündə, akordeon sözündə. Bu da düzdür. 4-də də deməli hər ikisində o saiti var. Bu da dodaqlanan saitdir. Vurğu 3-cü hecadadır. Diktafon sözündə 3-cü hecadadır. Akordeon sözündə isə sonuncu hecada, 4-cü hecadadır. Bu səhv olacaq. Cavab olacaq 2, 3 və 4. 121. Münbit və emblem sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı oxşar cəhətlər hansılardır? Əvvəlcə sözün düzgün tələffüzünü qeyd edirik. Münbit. Emblem sözü isə olduğu kimi qalacaq, çünki yazılışı və tələffüzü fərqlənmir. Demək, vurğunun ikinci hecaya düşməsi. Bu düzdür. 1 olacaq, düz cavab. Sait səslərin sayca bərabərliyi. Bu da düzdür. 2 də düz cavab olacaq.
Hər birinin deyiliş ilə yazışının fərqlənməsi. Münbit fərqlənir, emblem fərqlənmir. Bu səhvdir. Ahəng qanununun gözlənilməsi. Bu düzdür. Qarşılığı olmayan iki cinciltili samitin işlənməsi. Deməli, münbit sözündə iki cinciltili samit işlənib, qarşılığı yoxdur. Amma emblem sözündə 1, 2, 3 dənə işlənib. Deməli, bu da səhv olacaq. Cavab olacaq 1, 2, 4. 122. Şərait. Şərait sözünün əvvəlcə tələffüzünü yazaq, sonra cavablara baxaq. Şərait kimi tələffüz olunacaq, bir də A uzanacaq burada. Fonetik xüsusiyyətlərinə əsasən klasteri tamamlaya bilən fikirlərdir. Samitlərdən ikisi kardır. Baxaq. Demək, 1 kar, 2 kar. Düzdür. Vurğu. Deməli, vurğu ikinci hecadadır. Demək, baxaq. Şərait. Şərait sözündə vurğu son hecadadır. İkinci hecadakı sait uzun tələffüz edilir. Düzdür. Deməli, düzgün fikirlərdən biri oldu 2. 2 kar 2 cinciltili samit var. Düzdür. Biri oldu 3. Saitlərin hamısı açıq dodaqlanmayandır. Hamısı açıq dodaqlanmayandır. Səhvdir. Deməli, qapalı sait də var burada. Ona görə cavab olacaq 2, 3, 122-də. 123. Acizanə və yarım dairə. Əvvəlcə tələffüzünü yazaq. Acizanə. 2 dənə uzun tələffüz olunan sait var. Yarım dairə. Yarım dairə sözündə həm səs artımı var, həm də uzanan sait var. Baxaq indi cavablara. 2 hecada sait uzanması var. Demək, biri belə qeyd eləyək. 2 və 3. 2 hecada sait uzanması var. Bu, acizanə sözünə aiddir. Yazışı ilə deyilişi arasında bir fərq var. Demək, bu yarım dairə sözünə aiddir. Demək, bunu 2-yə qeyd edirik. A-dan sonra, demək, burada B. Sonra, tərkibindəki samitlərin hamısı cinciltilidir. Baxaq. Acizanə sözündə hamısı cinciltilidir. Bu birisində isə yarım dairə. Yarım dairə sözündə də hamısı cinciltilidir. Deməli, bu bura yazılacaq. 3 ortaya yazılacaq. Ortaq cəhətdir. Ahəng qanunu pozulmuşdur. Ahəng qanunu pozulub hər ikisində. Deməli, bu da hər ikisinə aiddir. D. Samitlərin sayı saitlərin sayından çoxdur. Baxaq. Acizanə sözündə saitlərin sayı çoxdur. Deməli, bu olmayacaq. Yarım dairə sözündə 1, 2, 3, 4, 5, 6 samit var. 1, 2, 3, 4, 5 dənə sait var. Ona görə bu fikir aid olacaq yarım dairə sözünə. Bu da olacaq E. Bu qaydada olacaq axırıncı sualda.